Salam, hər vaxtınız xeyir olsun. Bu videoda mən sizə 504 kitabından 8-ci dərsin izahını verəcəm. Əvvəlcə hər zaman olduğu kimi burada sözləri görürsüz, sözlərin tərcümələrini görürsüz və qarşısında yazılmış sinonimlərini görürsüz. Bunlar sadəcə sizə ümumi məlumat üçün verilir. İndi isə keçək 8-ci dərsin sözlərinin, burada verilən cümlələrin və ən vacib mətnin tərcüməsinə. Birinci sözlə başlayırıq. Exaggerate bir şey olduğundan daha böyük, əhəmiyyətli göstərmək, nəyisə şişirtmək deməkdir. Məsələn, A variantında verilən cümlədə biz görürük ki, he was just exaggerating, yəni sadəcə olaraq şişirdirdi hər şeyi. O avtomobilinin deyir, dünyanın ən yaxşısı, best car in the world, dünyada ən yaxşı avtomobil olduğunu deyəndə, he wasn't trying to deceive you. Sizi aldatmaq istəmirdi. Sadəcə olaraq şişirdirdi. Sonra, bookkeeper exaggerated her importance to the company. Mühasib şirkətdəki əhəmiyyətini, yəni var oluşunun əhəmiyyətini şişirdirdi. Sonra, when he said that O'Neill was 8 feet tall, O'Neill'ın 8 fut boyunda olduğunu deyəndə, undoubtedly, şübhəsiz ki, şişirdirdi kimi tərcümə elədik. Daha sonra gəldik həvəskar sözünə. Yəni bir işdə peşəkar deyil, həvəskar kimi zövq üçün hansısa bir işi eləyən şəxsdən söhbət gedir. Məsələn, həvəskar cross qaçışçısı olimpiyadada iştirak etmək istəyirdi. After his song mahnısından sonra ona dedilər ki, he wasn't good enough. O yetərli qədər peşəkar deyil, yaxşı deyil və nə ola bilər? Yalnız həvəskar ola bilər. Professional qolfçular play for money. Pul üçün oynayanlarla özlərini eyni səviyyədə hesab edən həvəskarları xoşlamırlar. Daha sonra gəldik üçüncü sözə, mediocre. Bu isə nə yaxşı, nə pis. Yəni orta, adi, sıradan kimi tərcümə eləyəcək bunu. Məsələn, deyir ki, mənim kompozisiyamı, yazımı oxuyandan sonra xanım Evans onun yəni orta olduğunu, ortabab olduğunu dedi və daha yaxşısını yaza biləcəyimi dedi. Harvard was a mediocre scientist. Harvard heç bir unikal kəşf eləməmişdi. Unik, yəni bənzərsiz, tayı bərabər olmayan heç bir kəşf eləməmişdi. Sadəcə orta bir alim idi. Yəni orta səviyyəli bir alim idi. The movie wasn't a great one. Film möhtəşəm değildi. Sadəcə yəni ortaydı, normal idi, sıradan idi kimi tərcümə elədik biz bunu da. Gəldik variety. Bu isə nə deməkdir? Fərqlilik, müxtəliflik mənasında istifadə olunur. Məsələn, Eldorado restoranı geniş çeşiddə yeməklər təqdim edir. Yəni, a wide variety of foods, yəni geniş çeşiddə, çox növlü və eyni olmayan müxtəlif yeməklər. The show, tamaşa müxtəlif növ əyləncələrə yer vermişdir. Fərqli, müxtəlif növ. He faced unforeseen problems. Müxtəlif səbəblərə görə gözlənilməz problemlərlə üzləşdi. A variety of reasons, yəni fərqli, müxtəlif səbəblərə görə gözlənilməz problemlərlə qarşılaşdı. Daha sonra gəldik valid. Bu isə faktlara, əsaslarla, faktlarla dəstəklənən deməkdir. Yəni faktlara əsaslanan deməkdir, doğru deməkdir, qanuni deməkdir. Bu mənalarda istifadə oluna bilir. Məsələn, deyir ki, şahid just questions, hakimin suallarına əsaslı cavab vermədi. Valid answers, yəni faktlara dayanan, sübutu olan əsaslı bir cavab verə bilmədi. Rita had valid reasons. Rita'nın əsaslı səbəbləri var idi ki, atasının həyat tərzini pisləməkdə əsaslı səbəbləri var idi. When Dave presented valid working papers, Dave etibarlı, yəni etibarlı gedəcək də burada, etibarlı iş sənədləri təqdim edəndə usta onu dərhal işə götürməyə razı oldu. Survive isə sağ qalmaq, ölməmək,
yəni hansısa bir çətinlikdən keçib yaşamını davam etdirmək mənasındadır. Məsələn, burada the torrent of rain, yağışın şiddətindən sağ çıxacağımız qeyri-müəyyən idi. It was uncertain whether we would survive, çıxa biləcəyikmi yoxsa yoxmu? Some people believe that only the strongest should survive. Bəzi insanlar hesab edir ki, yalnız güclü olanlar, yalnız ən güclülər sağ qalır. The Space Capsule. Kosmik kapsul uzun bir kosmik səfərdən sağ çıxmaq üçün hazırlanmışdı. Yəni sağ qala bilmək üçün, sağ-salamat çıxa bilmək üçün hazırlanmışdı. Weird isə qəribə deməkdir. Sirli, fövqəltəbii deyirik biz buna. O, make-up on her face. Üzündəki dəhşətli makyajla qəribə görünürdü. Alan felt that weird things were starting to happen. Alan ruhlar evinə, Haunted House, ruhlar evinə girəndə qəribə şeylərin baş verdiyini hiss elədi. Becky'nin Swallowing the Pills həbləri, dərmanları udduqdan sonra qəribə bir hiss keçirdi. Qəribə bir hissi var idi. Daha sonra gəldi prominent. Prominent məşhur, tanınmış, önəmli mənasındadır. Məsələn, mənim müştərim tanınmış bir iş adamıdır, business person. Napolyon Fransanın tarixində tanınmış bir figurdur. Her Violet Eyes. Onun söhbət kimdən gedir? Modeldən gedir. Modelin bənövşəyi gözləri onun üzündə ən nəzərə çarpan xüsusiyyət idi, ən nəzərə çarpan şey idi. Sonra security, təhlükəsizlik, qorunmuş vəziyyətdə. Məsələn, our janitor likes the security of having all doors. Bizim mühafizəçi gecələr bütün qapıların kilitli olmasını təhlükəsizlik baxımından xoşlayır, sevir. When the president travels, prezident səyahət edərkən ciddi təhlükəsizlik tədbirləri görülür. Pablo həyat tərzinin lifestyle security, həyat tərzinin təhlükəsizliyini qorumaq istəyirdi. Və son 3 sözə də baxacağıq. Gəldik Balki. Balki həddindən artıq iri, yer tutan, böyük mənasında istifadə olunur. Məsələn, burada baxacağıq. Charlie və Morty böyük paketi maşından çıxardılar. From the car. The massive desk. Massive, böyük, geniş, kütləvi deyək də buna masa çox böyük idi və daşımaq qeyri-mümkün idi. Onun müştərisi Olson told us. Olson bizə dedi ki, müştərisi bu qədər iri olmayan bir əşya istəyirdi. Sonra reluctant isə könülsüz, istəksiz deməkdir bir işi görməkdə. It was easy to see that Hermanın çıxıb iş axtarmağa istəksiz olduğu, könülsüz olduğu görünürdü. It was easy to see, yəni asanlıqla görünürdü, aydın idi. Sonra xəstə tibb bacısına bütün kədərli həqiqəti deməyə istəksiz idi, yəni demək istəmirdi. I was reluctant to give up. Mən ailə həyatının təhlükəsizliyindən imtina etməyə istəksiz idim. İmtina etməyə, əl çəkməyə istəksiz idim. Və sonuncu obvious sözüdür, hansı ki, aydın, aşkar, şübhəsiz, şəksiz mənasındadır. Açıq, aşkar, asan anlaşılan, asanlıqla görünə bilən mənasındadır. Məsələn, görünən odur ki, bu nə olacaq? Vəstayət bu. Yəqin ki, nəsə bir iş görəndə, baxarıq buna lumberjack. Vəstayət, yorğun idi. Günün sonunda yorulmuşdu, yorğun idi. Bu sözün tərcüməsinə bircə dəqiqə baxaq. Deməli, lumberjack. Odunçu, ağac kəsən, odunçu. Odunçu günün sonunda yorulmuşdu. Sonra dərsinin popular bir oğlan olduğu, məşhur bir oğlan olduğu was obvious to all, hamımıza aydın idi. Dedektiv ipucunu qaçırdı. Çünki o çox aydın idi. Too obvious, açıq aydın idi mənasında istifadə olunubdur. İndi isə keçək mətnin tərcüməsinə baxaq.
Burada söhbət gitaradan gedir. It's impossible to exaggerate the popularity of the guitar. Gitaranın məşhurluğunu şişirtməmək qeyri-mümkündür. Amerika Birləşmiş Ştatlarında hər 4 həvəskardan biri, one out of biri deməkdir. Ə, nə eləyir? Gitarada ifa eləyir. Even a medium, aha, hətta deyir, ortabab, yəni orta səviyyəli bir ifaçı belə bu unikal, bənzərsiz alətlə müxtəlif formada, müxtəlif musiqilər ifa eləyə bilir. Trying to find the valid reasons, gitaranın illər boyu yaşayıb qalma qabiliyyətinə dair əsaslı, valid, əsaslı səbəblər tapmaq çətin deyil. Isn't hard. One word theory bircə dəqiqə. Prominent musician states that guitarists find security hiding behind the bulky instrument. Aha, çox maraqlıdır bu hissəsi. Deyir ki, tanınmış bir musiqiçi tərəfindən irəli sürülmüş word theory, qəribə bir nəzəriyyəyə görə isə gitaristlər bu iri həcmli alətin arxasında gizlənməklə özlərini nə hiss eləyirlər? Təhlükəsiz hiss eləyirlər. But most people are reluctant to accept this idea. Amma deyir, əksər insanlar bu fikri qəbul etmək istəksizdirlər, könülsüzdürlər. Çünki gitara çalmaq üçün daha aydın, daha yaxşı, yəni gözlə görülə bilən səbəblər mövcuddur. It can be carried anywhere. Onu istənilən yerə aparmaq mümkündür. It is inexpensive to buy. Almaq ucuz başa gəlir və ifa eləmək, yəni yaxşı ifa eləyə bilmək üçün cəmi bir neçə dərs kifayət eləyir.